Bildiyiniz kimi ən az ixtisas müxtəlifliyi 4-cü qrupdadır. 4-cü qrupda yüksək ballar tibb universitetində özünü göstərir. Lakin elə ixtisaslar var ki, onların keçid balı 150 baldır, yəni minimum keçid balıdır. Və belə olan halda 4-cü ixtisas qrupunda bir təzad yaranır. Ən yüksək ballı ixtisaslar və ən aşağı ballı ixtisaslar arasında. İxtisas müxtəlifliyi dediyimiz kimi azdır. Daha çox rəqabət tibb ixtisasları üzrədir. Ən aşağı keçid balı isə ekologiya ixtisası üzrə formalaşmışdır ki, 150 bal ilə ali məktəbə qəbul olmaq mümkün olur. Həmçinin baytarlıq təbəbəti üzrə də keçid balı 150 olan universitetlər vardır. Deməli, göründüyü kimi ən böyük təzadlar da məhz 4-cü qrupda müşahidə olunur.